Salam əziz və dəyərli Çağdaş Təhsil izləyicilərimiz, əziz şagirdlərimiz və müəllimlərimiz, hər birinizi xoş gördük. Biz bugün Azərbaycanın çox gözəl, səfalı rayonlarından biri olan Zaqatala rayonundayıq və Zaqatala rayonunda çox gözəl bir ailənin qonağıyıq. Bugün sizlərə Zaqatala rayonunun qabaqcıl, nümunəvi, sevilən və seçilən şagirdlərindən birini təqdim edirik. İgid bala, adın soyadın nədir? Uğur Əlizadə. Uğur, hansı məktəbdə, neçənci sinifdə oxuyursan? Qaflanov adına Humanitar Fənlər Gimnaziyasında 6A sinifində. 6-cı A sinifində oxuyursan. Bəs ən çox sevdiyin dərslər hansılardır? Riyaziyyat, rəqəmsal. Rəqəmsal. Ən çox sevdiyin müəllimlər hansılardır? İranə müəllimə. İranə müəllimə. Çağdaş Təhsil komandası olaraq İranə müəllimənə öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, özünü sənə sevdirə bilibsə, bu o deməkdir ki, özü ilə bərabər fənlərini və təhsil almağı da sevdirə bilib. Bəs de görüm, gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən? Hələ düşünməmişəm. Hələ düşünməmsən. İnşallah düşünüb qərar verərsən. Bax, məktəbdən danışdıq, dərslərdən danışdıq, müəllimlərdən danışdıq, hətta gələcək arzularımızdan da danışdıq. Amma əsas bugünkü gündə əziyyəti əməyə keçən ata və anadan danışmadıq. Atanın adı soyadı nədir? Orxan Əlizadə. Orxan bəy nə işləyir, harada işləyir? Meşəbəy işləyir. Meşəbəy işləyir. Orxan bəyə öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, gecə, gündüz, isti, soyuq, günəş, qar demədən əziyyət çəkib, zəhmətlə, əziyyətlə, əllərlə, qabarı ilə sizlərin yaxşı təhsil almağınız üçün əlindən gələn hər şey edir. Bəs ananın adı soyadı nədir? İranə Əlizadə. Ana nə işləyir? Humanitar Fənlər Gimnaziyasının direktorudur, həm də tarix müəlliməsidir. Anana da öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, ev işləri, sizin geyiminiz, yeməyiniz, təhsil və tərbiyənizlə məşğul olur və bunlarla bərabər eyni zamanda da işləyir, çalışır, fəaliyyət göstərir ki, sizlər daha yaxşı təhsil alasınız. Bugün 21 iyun 2026-cı ildir. Sən bu çəkiliş vasitəsilə bizə nə söz verirsən? Söz verirsənmi ki, dərslərini yaxşı oxuyub, gələcəkdə yüksək balla ali məktəbə qəbul olub, valideynlərinin qürur mənbəyi olacaqsan? Söz verir. İnşallah. Biz də sənə söz veririk ki, hər zaman sənin uğurlarını çəkib işıqlandıracağıq. Bax, uğurların, bir çox uğurların var, biz bunu bilirik. Hətta diplomların, medalların da var. Uğurlarından biraz danışardınız anası. Uğur hal-hazırda Zaqatala şəhər Şamil Qaflanov adına Humanitar Fənlər Gimnaziyasının 6A sinifinə keçib. Məktəbin ən uğurlu şagirdlərindən sayılır. Akademik göstəriciləri və yüksək nizama malik şagirdlərdəndir. Mən həm də onun bir müəllimi kimi bunu deyə bilərəm. Uğur 2025-ci ildə STEM festivalı, beynəlxalq STEM festivalında 2025-də Rolling Wings kateqoriyası üzrə ikinci yer tutaraq gümüş medalla təltif olunmuşdu. Bundan başqa Uğurun ən sevdiyi fənlər ingilis dili, rəqəmsal və riyaziyyat fənləridir. Daha çox bu sahədə onun uğurları çoxdur. Belə ki, o müxtəlif oyun proqramları, Scratch, Roblox kimi rəqəmsal proqramlar üzrə təlimlərdə iştirak edib və sertifikatlar əldə edib. Bundan başqa bu onun saf 2025-də əldə etdiyi ikinci yer gümüş medalının sertifikatıdır. Kenguru müsabiqəsində müxtəlif illərdə Uğur öz bilik və bacarıqlarını nümayiş elətdirib. Bu da Kenguru məntiq olimpiyadasıdır. Eyni zamanda bu medal onun Azərbaycan dili fənni üzrə qazandığı gümüş medaldır ki, 2025-ci ilin may ayında Kings Beynəlxalq Olimpiyadasında bu uğuru əldə edib. Digər bu medal isə onun ingilis dili fənni üzrə yenə də Kings Beynəlxalq Olimpiyadasında əldə etdiyi uğurunun göstəricisidir. Bundan başqa Uğur ingilis dilindən Hippo Olimpiyadasında uğur əldə edib və hal-hazırda da o riyaziyyat fənni üzrə Kings Olimpiyadasının beynəlxalq çempionatına vəsiqə qazanıb final turuna və bu final turunda 28 iyunda keçiriləcək final turunda iştirak edəcək
Eyni zamanda həmin final turunda dünyanın 15 ölkəsinin şagirdləri ilə birgə riyaziyyat fənni üzrə yarışacaq. Çox gözəl. Uğur, sənə adın kimi hər zaman uğur arzu edirik və arzu edirik ki, bizə verdiyin sözü tutub, valideynlərinin övladı olaraq hər zaman qürur mənbəyi olasan, Azərbaycanın bayrağını uca zirvələrdə dalğalandırıb, bizlərin də Azərbaycan xalqının vətəndaşı olaraq qürur mənbəyimiz olasan. Çağdaş Təhsil komandası olaraq sizlərə öz dərin təşəkkürümüzü bildiririk. Xoş anlarınızı, xatirələrinizi bizlərlə bölüşdüyünüz üçün təşəkkür edirəm, minnətdaram, sağ olun. Çox sağ olun.